İnsanlar var ki, negativ energiyadan, zadıdan, tilsimdən əziyyət çəkirlər. Siz onlara necə kömək edirsiniz? Məsələn, müraciət edən adam birinci yoxlanılır ki, onda o əlamətlər var ya yoxdur. Əlamətlər, məsəl üçün, panik atak da deyirlər bunu. Əlamətlər budur ki, məsəl üçün, səbəbsiz baş ağrılar, yuxusuzluq, əsəb, heç nədən, məsəl üçün, bir də görürsünüz ki, heç nədən bir səbəbi yoxdur, əsəbləşir, özündən çıxır, özünü, yəni, necə deyim sizə, qeyri-adi aparır, tez-tez danışmaq, məsəl üçün, insanla oturub söhbət edirsən, normal şəkildə yox, sənlə tez-tez danışır. Belə səbəbsiz elə danışır. Sonra, məsələn, yuxusuzluq olur, iştahdan kəsilmə, əzginlik, özünə inamsızlıq. Yəni, bu əlamətlər insanda mənfi enerjinin olmağını bildirir. Çox əlamətlər var. Sadəcə bunları görmək lazımdır və biraz da bu işdə psixoloq da olmaq lazımdır ki, insanı tanımaq lazımdır, bilmək lazımdır ki, yəni tanışanda bu insanda bunların hamısını bürüzə vermək və bəzi şeylər var ki, bunlar normal gözlə görünür də, yəni bunları beləsində bilmək olur ki, yəni bu insanda bu mənfi enerji var və ondan sonra bu insanla başlayırsan, yəni araşdırmağa, dediyim kimi sıfırdan nədən baş verib, qorxudan da olur, sonra bəzi negativ hallar var insanda, yəni ehtiyatsızlıq, bizim dədə-baba sözləri də var ki, məsəl üçün, isti suyu çölə atmayın. Yəni, belə şeylər insanlarda mənfi şeyləri oyadır. Bu, bizim görünməyən dünyanın tərəfidir. Loru dilində deyəndə cin vurma deyirlər, musallat deyirlər. Yəni, çox bunların adları var.